Çox hörmətli, sabahlı eli, hörmətli qonaqlar, hörmətli saz sevərlər, aşıq sevərlər, hamımızı xoş gördük. Bu əziz gündə hamımızı salamlayıram. Mən Məhəmməd əmmə can sağlığı arzu edirəm, xoşbəxtli arzu edirəm. Deməli, bütün gənc sənətkarlara mən arzu edirəm bu sənət aləmində hamısı sasını Məhəmməd əm kimi ağarsın sənət aləmində. Və bizim kəndimizdə Tanrıverdi müəllim var. O deyir, bütün tibb elmində bütün xəstəliklərin dərdinə dəva edirlər, ancaq bir xəstəlik var, onun çarəsi yoxdur, tapa bilmirlər. Və sözü deyəndən sonra deyir ki, bu xəstəliyi hamımız arzu edirəm. Fikirləşirsən, ilahi, bu nə xəstəlikdir? Bu deyir, qocalıq xəstəliyidir. Və mən bütün bir daha deyirəm, o gənc sənətkarları, qoy Məhəmməd əm kimi sənət aləmində qocalsınlar, saçlarını belə ağarsınlar. Və Məhəmməd əmmin tək bir aşıqlığı yox, onun gözəl yaradıcılığı var sənət aləmində. Gözəl şairdir, tərbiyəvi bir əhəmiyyəti var sözlərində. Və bizim gənclərimiz, mən əminəm ki, nəinki indi, gələcək nəsillərimiz də Məhəmməd əmmin sözlərindən qidalanacaqlar. Amma onu da deyim ki, Məhəmməd əmmin xatalı işləri də var. İndi bilmirəm, deyim Məhəmməd əmmin. Şair Bəhmanın belə bir sözü var. Mən cənnəti put sanardım gülüm sənin qucağında. Bihuş olub qoylar olsun dilim sənin qucağında. Və mən çox gənc idim, onda Məhəmməd əm dedi, mən də bir cavab yazmışam ona. Bu xatalı işlərini deyirəm Məhəmməd əmin. Mən istərəm ey gözəlim, yatım sənin qucağında. Ətir verən xoş yiyinə, batım sənin qucağında. Tamahım yox dövlət vara, müştah oldum bir cütnara. İstədiyim arzulara, çatım sənin qucağında. Məhəmməd əmi, sağ olun, həməşə belə gümrah olasınız. Və icazənizdən bir dünya gəraylar. Və mən o cümlədən də Ustad Aşıq Gülabı müəllimi salamlayıram. Çox sevinirəm bugün bizim sıralarımızdadır. Sağ olun, xahiş edirəm bir alqışlar ediyorum. Paşa Vəliyevin təqdimatında. Yatıb gedib bilməmişəm. Ömrüm günüm hədər yerə öpüb gedib bilməmişəm.
olsun mərdə, çəkdiyim cəfa namərdə, Dib gedib bilməmişəm. Boyandım ki ömür başa, satıb gedib bilməmişəm. Boyandım ki ömür başa, satıb gedib bilməmişəm. Hoşçakalın, var olun.